Salam dəyərli abituriyentlər, mən Rəvan müəllim. Bu gün sizlərlə DIMS icrəmə sınaq test toplusundan 7-ci sınağın suallarının izahı ilə qarşınızdayam. İndi isə keçək sualların izahına. Deməli, birinci suala fikir verək. Dünyanın siyasi xəritəsinin formalaşmasında yeni dövr üçün səciyyəvi olan cəhət. Yəni bunlar ümumiyyətlə bu dünyanın siyasi xəritəsinin formalaşması bir neçə belə deyək mərhələyə bölünür. Məsələn, qədim dövr, orta əsrlər dövrü, yeni dövr və ən yeni dövrə aiddir. Deməli, indi bunlardan hansılar yeni dövrə aid olan xüsusiyyətdir, bunları müəyyən edəcəyik. İnkişaf etmiş ölkələr arasında deyir ki, dünyanın yenidən bölüşdürülməsi bu ən yeni dövrə aid olan bir xüsusiyyətdir. Yəni bu səhvdir. Avropanın sivilizasiyası dövlətlərin müstəmləkələr sahibi, müstəmləkə ümumiyyətlə sahibi olması, yəni Avropa dövlətlərin yeni dövrə aid olan belə deyək, siyasi xəritələrdə bir dəyişiklikdir. Yəni bu doğrudur. Böyük İpək yolunun əhəmiyyəti, yəni bu da belə deyək, bu dövrə aid olan bir xüsusiyyət deyil. Asiyanın ölkələrinin imperiya sisteminin yaranması bu da belə deyək, bu yeni dövrə aid olan xüsusiyyət deyil. Soyuq müharibə dövrü də belə deyək, həmin bu əraziyə, yəni həmin bu dövrə aid ümumiyyətlə xüsusiyyət deyil. Bu soyuq müharibə dövrü daha çox ən yeni mərhələ üçün aid olan xüsusiyyətdir. Bu da səhvdir. Burada düzgün cavab variantımız burada B variantı olacaq. Avropanın sivilizasiyasının dövlətlərin müstəmləkələrə sahib olmasıdır. İkinci sualda isə siyasi xəritələrdə formalaşması və kəmiyyət dəyişikliklərinə aiddir. Yəni, burada dünyanın siyasi xəritələrində, siyasi xəritələrinin formalaşmasında kəmiyyət dəyişiklikləri hansıdır? Bunu biz müəyyən etməliyik. Kəmiyyət ərazinin artıb azalması, keyfiyyət isə daxildə baş verən, belə deyək, proseslərdir ki, məsələn, təşkilatlara qoşulmaq və yaxud da yeni qurumların yaranması, bax bu formada belə deyək, dəyişikliklərdir. İndi isə keçək birinci sual izahına. Deyir ki, dövlət idarə etmə formalarının dəyişməsi. Bax, biz də dedik ki, yeni bir təşkilatın yaradılması, idarə etmə formalarının, inzibati ərazi quruluşunun dəyişməsi bu aiddir keyfiyyət dəyişikliyinə. Yəni, burada bir düzgün deyil. Baxın, burada B, C, Y variantlarımız səhvdir. Müharibələr nəticəsində ərazinin zəbt edilməsi. Bəli, bir ölkənin ərazisi zəbt olunursa, bir ölkənin ərazisi itirilirsə, işğal olunursa, bu kəmiyyət dəyişikliyidir. Çünki o ərazi həmin ölkədən, belə deyək, qoparılır. Sonra 3-ə baxaq, yeni kəşf olunan ərazilərin ölkələrə birləşdirilməsi. Burada da təbii ki, ölkə ərazisi artımı baş verir. Bu da yəni kəmiyyət dəyişikliklərinə aiddir. Yəni 2, 3 burada aiddir. Bir də 6-ya baxaq, ölkələrin parçalanması və birləşməsi. Bax, bu da kəmiyyətin, yəni ölkənin ərazisinin azalması və yaxud da çoxalması ilə bağlıdır. Ümumiyyətlə, yadda saxlayın ki, kəmiyyət dəyişikliyi ölkənin ərazisinin azalması və artması ilə bağlı olan bir prosesdir. Burada düzgün cavab variantımız A variantıdır. Deməli, 3-cü suala diqqətlə baxaq. 90-cı illərdə müstəqillik əldə edən türk dövlətlərindən dövlətlərin ümumiyyətlə bizdən müəyyən etməyi soruşur. Elə burada 90-cı ildən elə Azərbaycanı biz deyə bilərik burada, sonra Qazaxıstanı biz burada qeyd edə bilərik, sonra Qırğızıstanı biz burada qeyd edə bilərik ki, 90-cı illərdə müstəqillik əldə edən türk dövlətləridir. Burada da elə 1, 3, 6 olacaq, deməli C variantı. Yəni 90-cı illərdə müstəqillik əldə etmiş türk dövlətləridir bunlar. 4-cü suala baxaq, deyir ki, xəritə sxemdəki rəqəmlərə əsasən ən qədim və eradan əvvəl 4-cü minliyə aid olan sivilizasiya mərkəzini müəyyən edin. Yəni, ən qədim və 4-cü minliyə qədər olan sivilizasiya mərkəzlərini deyir ki, bizə müəyyən edək. Bu da əsasən ən qədim sivilizasiya iki çay arası Mesopotamiya, yəni yaxın şərq sivilizasiyasıdır. Burada da fikir verin, Mesopotamiya, yaxın şərq sivilizasiyası, yəni ən qədim və 4-cü minliyə aid olan sivilizasiya 4 rəqəmidir. Çünki bu Mesopotamiya, yaxın şərq, Mesopotamiya iki çay arası belə deyək sivilizasiyası adlanır. Yəni ən qədim sivilizasiya oradan başlayıb. Sonra 5-ci suala baxaq. Burada yəni düzgün cavab variantı A oldu. 5-ə baxaq. Qərb sivilizasiyası Avropada yaransa da, onun Şimali Amerika və Avstraliyada geniş yayılmasına təsir göstərmişdir. Qərb sivilizasiyası ümumiyyətlə belə deyək də Avropada yaranıb, ancaq onun belə deyək də digər ərazilərdə, Şimali Amerikada və Avstraliyada daha geniş yayılmasına nə təsir göstərib? Təbii ki, uşaqlar, burada Qərb sivilizasiyası, yəni Qərb lap qədim dövrlərdən, ümumiyyətlə orta əsrlər dövrlərdən artıq gəmiçiliklə məşğul olurdular. Yəni onlar səyahətlər edirdilər,
hətta Amerikaya və digər ərazilərə belə deyək səyahətlər başlamışdı Avropadan və bu Avropalılar belə deyək hər səyahət etdiyi ərazilər üçün onlardan təbii ki, yeni ərazilərdə yeni öz sivilizasiyalarını yayırdılar. Yəni öz adət-ənənələrin, öz mədəniyyətlərini belə deyək ki, ora daşıyırdılar. Nəticədə bu həmin ölkələrdə dənizçiliyin inkişafı Şimali Amerika olsun, elə Avstraliya olsun, yəni bunlar Şimali Amerikanı da, Avstraliyanı da belə deyək də Avropalılar kəşf edib və o kəşfindən sonra da təbii ki, öz mədəniyyətlərini, öz sivilizasiyalarını bu ərazilərə inteqrasiya eləmişdilər. Ona görə də burada belə deyək, dənizçiliyin inkişafı Qərb sivilizasiyasında Avropada yaranmağına baxmayaraq digər ərazilərdə inkişafına, geniş yayılmasına təsir göstərmişdi. Bu da düzgün cavab variantımız E variantıdır. 6-cı suala baxaq. 6-cı sualda deyir ki, Sayan, Altay dağlarının şimal-qərb bölgəsi, Mərkəzi Asiya, Qafqaz, Kiçik Asiya yarımadlarının üçün ümumi əlamət. Türk sivilizasiyasının yayıldığı ərazilərdir. Tamamilə doğrudur. Sayan Altay dağları ta qədimdən, yəni ilk türk xalqlarının yaşadığı ərazilər və Mərkəzi Asiya, həmçinin Qafqaz bölgəsi və Kiçik Asiya türk sivilizasiyanın, türklərin yaşadığı, türk mədəniyyətinin inkişaf etdiyi, tərəqqi tapdığı ərazilər hesab olunur. Bu da düzgün cavab variantı burada elə A variantı olacaq. Bütövlükdə subtropik iqlim qurşağıdır. Bu deyil. Deməli, dünya birbaşa çıxışları var, xeyr, Mərkəzi Asiyada yoxdur. İnkişaf etmiş ölkələrin yerləşdiyi ərazilər, xeyr, inkişaf etməkdə olan ölkələrdir. Əhalinin sıxlığı yüksəkdir, xeyr, Mərkəzi Asiyada əhalinin sıxlığı ümumiyyətlə yüksək deyil. Yəni bunların heç biri bura aidiyyatı yoxdur. Sonra 7-ci suala baxaq. Türk xalqlarının dini inancları ilə bağlı uyğunluğu biz deməli müəyyən etməliyik. Burada fikir verək. Məsələn, İslam dininə sitayiş eləyənlər, məsələn, burada olacaq. Məsələn, tatarları biz götürə bilərik, İslam dininə sitayiş eləyənləri. Məsələn, Qaqavuzlar deməli xristian dinidir, yəni assimiliyasiya olub, xristianlıq dininə qəbul edib. Məsələn, 2A-nı götürə bilərik, 2A, 1-ə B. Burada məsələn, bu variant 7, 2A, daha doğrusu 2A, 1-ə B varmı burada? Burada məsələn C var, D var, B var, E var daha doğrusu. Sonra burada Qaqavuzlarla yanaşı xristianlıq qəbul edən çuvaşlar da var. Bunu da qeyd edeyim. Yəni Qaqavuzlar və çuvaşlar din baxımından, dini inanclar baxımından xristiandırlar. Yəni xristianlıq qəbul etmişdilər. Burada yəni A, E olacaq 2-yə. Burada bu variant uyğun gəlir. Deməli 2-yə A, E. Deməli İslam dini 1-ə tatarları dedik. Elə burada Qazaxlardır, İslam dinidir. Bunları qeyd eləyəcəyik. Yəni 1-ə B-dir. 3 də İduaizm dinində Karamilərə aid bir dini inancdır. Ona görə burada düzgün cavab variantımız D variantı hesab ediləcək. Sonra növbəti suala baxaq. 8-ci suala baxaq. 8-ci sualda qeyd edir ki, türk xalqlara bağlı uyğunluğu müəyyən edin. Müstəqil dövlətə malikdir, dövlət qurumudur və yaxud da yerli xalqlar hesab olunurlar. İndi biz bunların hansının müstəqil dövlət olduğunu, dövlət qurumu olduğunu, yerli xalq olduğunu, bunları biz müəyyən etməliyik. İndi baxaq, məsələn, müstəqil dövlətdirlər. Müstəqil dövlət Qırğızistan məsələn dövləti, bax, 1-ə C-ni götürmək olar. Sonra dövlət quruma malikdirlər. Tatarlar, sonra Tuvallar, məsələn, bunlar, Tuva, Tataristan, Tuva əraziləri. Bunlar məsələn müstəqil dövlət qurumuna aidlər. Yəni dövlət tərkibində olan bir qurumdur. Yerli xalqlardan isə məsələn belə Naqoylardır, Qumluqlardır. Bunlar da yerli xalqlardır. Bax, bir oldu Qırğızlar. Yəni bunun müstəqil dövləti də var Qırğızistan. Dövlət qurumu kimi isə deməli Tatarlarla Tuvallardır. Bunların əraziləri var. Dövlət tərkibində bir qurumdur. Qumluqlarla Naqoylar isə yerli xalqlardır. Yəni ölkələrdə yaşayan yerli xalqlar hesab olunurlar. Ona görə elə burada 8-ci sualda düzgün cavab variantımız A variantı hesab ediləcək. 9-cu suala baxaq. Azərbaycan Avropa ilə birləşdirən TANAP layihəsi üzrə çəkilən qaz xəttinin ardıcıl olaraq keçdiyi ölkələri müəyyən edin. İndi bizdə TANAP var, TAP var. Trans-Anadolu var, Trans-Adriatik belə deyək, qaz xəttləri var. Bunların hansı ölkədən keçdiyini biz bilməliyik təbii ki. Burada fikir versək, Azərbaycan ərazisindən sonra o TANAP-ın ilk belə deyək də çıxışı Gürcüstanadır. Yəni Gürcüstandan keçəcək. Daha sonra Gürcüstandan Türkiyə ərazisinə keçəcək. Sonra
Deməli, buradan gələcək Türkiyə ərazisindən Yunanıstana, çünki Aralıq dənizinə doğru gedir, Adriatik dənizinə doğru çıxmalıdır bu, belə deyək, boru xətti. Sonra burada deməli oldu Gürcüstan, Türkiyə, Yunanıstan. Yunanistandan sonra da qərbdə təbii ki, Albaniya yerləşəcək. Albaniyadan da qərbə İtaliya yerləşəcək. İtaliyaya qədər gedib bu ərazilərə qədər gedib çıxacaq bu Tanap qaz xəttinin belə deyək sonu. Deməli, burada oldu 4, burada 4 ilə başlayan fikir verin, burada 2 variant var. Sonra Gürcüstandan sonra Türkiyə 1, sonra 2, Yunanistan 5, Albaniya 3, İtaliya. Burada düzgün cavab variantımız elə E variantı olacaq. 10-cu suala baxaq. Aralıq dənizi və ya Mediterraneum tarixi coğrafi regiona aid olan ərazilər. Aralıq dəniz sahilində yerləşən ölkələrin qədim adı Mediterraneum adlandırılan bu regionun aid olan ölkələrə biz tapmalıyıq. Məsələn, burada Cənubi Avropa doğrudur. Cənub-Şərqi Avropada doğrudur. Bəli, Avropanın cənub-şərq hissəsi, Cənub-Qərbi Asiya regionu, Şimali Afrika regionu. Bu da tamamilə doğrudur. Digərlərinə baxaq, Şərqi Avropa deyil, Şərqi Asiya deyil, Şərqi Avropa deyil, Şərqi Avropa deyil. Elə burada düzgün cavab variantımız A variantı hesab olunacaq. Növbəti suala baxaq. 11-ci sualda deyir ki, G7 böyük yetkiyə daxil olan ölkələri biz müəyyən etməliyik. Buradan böyük yetkiyə daxil olan ölkələr hansılardır? Məsələn, burada biz qeyd edəcəyik Almaniya, Almaniyanın adını çəkəcəyik burada. Kanadanın adını çəkəcəyik, Yaponiya, sonra Fransa, İtaliya, ABŞ. Bax, bu kimi ölkələrdir ki, Böyük Britaniya bu G7 ölkələrinə, böyük yetkiyə daxildir. Yaponiya sonradan daxil olub. Yəni, burada elə 2, 5, 6 G7 ölkələrinə daxildir. Burada düzgün cavab variantımız C-dir. 12-yə baxaq. Çox mərkəzli iqtisadi modelin yaranması. Lap əvvəlki dövrlərdə Asiyada tək mərkəzli belə deyim, model yaranmışdı. Daha sonra bu proses inkişaf edərək iki mərkəzli oldu. Yəni, belə deyək, Avropa yarandı. Yəni, şərqdən sonra Avropa, sonra Amerika və 1950-ci ildən etibarən artıq Yaponiyanın da iqtisadi mərkəzə çevrilməsi ilə çox mərkəzli iqtisadi model yarandı. Bu da burada elə Y variantı doğrudur. Yaponiyanın məsələn iqtisadi güc mərkəzinə çevrilməsi ilə bu artıq çox mərkəzli iqtisadi modelin yaranması idi. Yəni, əvvəl tək mərkəzli idi, şərqi belə deyək, Asiya regionuna, yəni ümumiyyətlə Asiya regionuna aid dövlətlərin, Çin, Hindistan kimi ölkələrin iqtisadi gücü var idi. Sonra Avropa oldu, sonra ABŞ oldu, 2 mərkəzli, sonra isə Yaponiya ilə çox mərkəzli oldu. Burada 12-də Y variantı olacaq. 13-ə baxaq. G20-yə daxil olub G7-yə daxil olmayan ölkələri biz müəyyən etməliyik. G20-yə daxil olub G7-yə daxil olmayan ölkələr. Deməli, buradan elə biz görürük ki, məsələn, elə Çin G7-yə daxil deyil. Bax, məsələn, G7-yə daxil olanlar, məsələn, elə burada Yaponiyadır, İtaliyadır, Kanadadır, məsələn, 2, 5, 6, məsələn, bizim düzgün cavab variantımız deyil, çünki bunlar G7-yə daxil olandır. Bu deyir G7-yə daxil olmayan, yəni G7-yə daxil olmayanlar. Baxın, Çindir, Türkiyədir, Avstraliya ittifaqıdır. 1, 3, 4. Burada düzgün cavab variantımız C. Yəni, biz elə G7-yə daxil olmayan ölkələri bilsək, buradan avtomatik cavab ortaya çıxır ki, burada elə Kanadadır, Yaponiyadır, İtaliyadır, G7-yə daxildir. Bizə olmayanı deyirsə elə Çin, Türkiyə, Avstraliya daxildir. 14-ə baxaq. Qonur torpaqlar və qara torpaqlar var. Bunlara aid olan xüsusiyyətləri biz müəyyən etməliyik. Baxaq, ot örtüyü altında formalaşmışdır. Ot örtüyü daha çox, belə deyək də, məhsuldar torpaqlarla zəngin olan ərazilərə daxildir. Ot örtüyü burada çox olan, belə deyək də, məhsuldar ot örtüyü altında qara torpaqlar meşə torpaqları da adlanır. Bu da elə ot örtüyü 1-ə elə olacaq, qara torpaqlara biz elə 1 əlavə edəcəyik, yəni bunu aid edəcəyik. Sonra 2-yə baxaq. Mülayim iqlim qurşağında yayılmışdır. Bəli, qonur torpaqlarda, qara torpaqlarda mülayim iqlim qurşağında yayılıb. Yəni bu doğrudur. Yəni 2-yə, 3-ə 2-ni aid edəcəyik. Sonra enliyarpaqlı meşələr altında belə deyək formalaşmışdır. Bəli, enliyarpaqlı meşələr altında formalaşan
torpaq tipi qonur torpaqlardır. Yəni bunu da 1-ə 3-ü də əlavə edəcəyik. Sonra yaylığı ərazilərdə südlük istiqamətdə heyvandarlıq inkişaf etmişdir. Qonur torpaqların yayıldığı ərazilər əsasən Avropaya düşür. Avropa ərazilərində də bu südlük maldarlıq daha da sürətlə inkişaf edib, belə deyək. Yəni belə deyək də intensiv inkişaf burada üstündür. Yəni burada 3-ə 4-ü ümumiyyətlə belə deyək də 1-ə əlavə edəcəyik. Sonra sürüntülərlə zəngindir. Sürüntülərlə zəngindir deyəndə təbii ki, qara torpaqda, qonur torpaqda sürüntü qatı var. Yəni bu ikisinə də aid olan bir xüsusiyyətdir. Sonra gəlir burada yayıldığı ərazilərdə taxılçılıq inkişaf edib. Bəli, qara torpaqlarda məhsullar taxılçılıq inkişaf edib. Məhsullar olduğu üçün taxılçılıq yüksək səviyyədə burada inkişaf etmişdir. Yəni burada elə qara torpağa aid olan bir xüsusiyyətdir. Burada deməli nə oldu? 1-ə oldu 3, 4, 3-ə oldu 2, 5, 2 oldu 1, 6. Deməli burada elə 1, 3, 5 deyil, 1-ə 4, 6 deyil, 1, 3 deyil, 1, 4 deyil. Elə burada 3, 4, 2-yə 1, 6, 3-ə isə 2, 5. Burada düzgün cavab variantımız elə D variantı olacaq. 15-ci suala baxaq. Doğru bəndləri müəyyən edin. 15-ci sualda deyir ki, respublika və yaxud da ki, monarxiya, federativ, unitar olmağın deyir, qruplaşdırın. İndi baxaq burada. Deməli, 15-də bax, İtaliya. İtaliya deməli respublikadır. Bəli, doğrudur, respublikadır və unitardır ərazi baxımından, inzibati baxımından. Deməli, unitardır. Bəli, doğrudur. İtaliya doğrudur. 2-yə baxaq, Braziliya respublikadır, federativdir. Bəli, bu da doğrudur. Respublikadır, federativdir. Bəli, bu da doğrudur. Sonra Norveç respublikadır. Xeyr, Norveç belə deyək, monarxdır. Yəni bu səhv fikirdir. Yəni bizə aid olmayan bir fikirdir. 4. Belçika monarxdır, federativdir. Bəli, həm monarxdır, həm federativ ölkədir. Belçika, bu da doğrudur. Elə 1, 2, 4 olan variantımız varmı? 1, 2, 4. Elə burada düzgün cavab variantımız olacaq E variantı. Deməli, burada da Mərakeş unitar olmalıdır. Meksikada respublikadır, federativ olmalıdır burada da. Yəni ona görə onlar yanlışdır. 16-cı suala baxaq. Müvafiq olaraq Avropa və Amerika, Asiyada yerləşən federativ ölkələri müəyyən edin. 16-da. Deməli, Avstriya birincidir Avropada. Yəni Avstriya ümumiyyətlə ABŞ, bir də Qətər deyir. Bu səhvdir. Sonra Almaniya, Kanada, Qazaxıstan federativ deyil. Rusiya, deməli, bəli, Avropanın hissəsi düşür. Avropa, Rusiya, sonra Amerikada Braziliya, Asiyada isə Pakistan. Bəli, bunlar üçü də federativ, belə deyək, dövlət hesab edilir. 17-ci suala baxaq. 17-ci sualda deyir ki, xəritə sxemdə rəqəmləri verilən ölkələr üçün ümumi əlaməti müəyyən edin. 17-ci sualda deyir ki, rəqəmlərə verilən xüsusiyyətləri müəyyən edin. Biraz rəqəmlər yaxşı düşməyib. Məsələn, burada federativ respublikalardır deyir. Burada məsələn bu federativ respublika deyil. Məsələn, bu federativ respublika deyil. Yəni ümumi bir əlamət kimi götürülə bilməz. Bunlar yəni səhvdir. Sonra OPEC təşkilatın üzvüdür. OPEC təşkilatın üzvü deyil. Burada məsələn bu OPEC, bu səhv eləmirsə Boliviyadır. Bu OPEC təşkilatın üzvü deyil. Yəni səhvdir bunlarda. Fikir versək, 3-ə baxaq, təsərrüfatın 3, 4, 5 qalır. Təsərrüfatın 1, 2-ci sektorların payı üstündür. Bəli, 1, 2-ci sektorların payı daha çox inkişaf etmiş ölkələrdə üstündür. Hasilat payı, mal sənayesi burada daha çox üstünlük təşkil edir. Yəni ki, xammalın çıxarılması, hasilatı kimi məsələlər. 4-ə baxaq, inkişaf etməkdə olan ölkələrdə bəli, tamamilə doğrudur. Bunların hər biri inkişaf etmiş ölkələrdir. Bu da doğrudur. Bir də ki, materik daxili mövqeyə malikdir. Bəli, fikir verirəm ki, bunların hamısı materik daxili mövqeyə malikdir. 3, 4, 5. Burada bütövlükdə seismik qurşaqda yerləşir. Məsələn, belə 3 yerləşmir buradan. Görürsən ki, bu səhv fikirdir. Bunlar da səhvdir. 3, 4, 5 düzgün cavab variantı. Burada A variantıdır. Deməli, 18-ci suala fikir verək. 18-ci sualda deyir ki, Səudiyyə Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinin dövlətləri üçün ümumi əlamətləri müəyyən edin. Monarxiya idarəetmə formasına malikdir. Bəli, ikisi də.
Biri teokratik monarxiyadır, biri də plebon monarxiyadır. Deməli, bu doğrudur. İnzibati ərazi bölgüsünə görə federativdə xeyr, bu səhv fikirdir. Arid iqlim şəraitində, bəli, quraq iqlim şəraitindədir, bəli, tamamilə doğrudur ikisi də. OPEC təşkilatının üzvüdür, bəli, Səudiyyə Ərəbistan da Birləşmiş Ərəb Əmirlikləri də, ikisi də OPEC-in üzvüdür. Elə burada 1, 3, 4 variant, elə cavab A variantıdır burada. Daha da uzatmıram sualın izahını. İnkişaf etmiş ölkədə ilə bu səhvdir. Qırmızı dəniz sahillərində yerləşir. Bu da elə demək olar ki, səhvdir. Yəni burada 1, 3, 4 doğru variantımız hesab olunacaq. Sonra 19-cu suala baxaq. 19-cu sualda deyir ki, ölkələrin neftlə təminatı müqayisə edin. Artıq illik hasilat var, neft ehtiyatlarının ümumi miqdarı var. Bunları belə deyək də illik hasilatı məsələn neft ehtiyatlarını illik hasilata bölürsən və onun belə deyək də nə qədər təminatın olacağını, yəni nə vaxta qədər təminatın olacağını tapırsan. İndi biz də bunları hesablayarkən, bunları bir-bir hesablasaq, deməli, təmin olunmanı hesablamaq üçün ehtiyata bölürsən hasilata. İndi burada bu düsturdan istifadə edirsən. Yəni A-da oldu 100. B-yə baxaq. Burada deməli 1,8 milyardı. 1,8 milyardı. 1,8 milyardı böləcəyik biz buradan 15 milyona. 15 milyona. Elədi burada. B-də oldu 120. C-yə baxaq. 3,6. 3,6 deməli milyardı. Deməli 3,6 milyardı. Biz böləcəyik 40 milyona. 40 milyon. Bax, bu da elədir, bərabərdir 90. İndi bax, bunları tapdıq, yəni ki, təmin olunma zamanını tapdıq A, B, C-də. İndi bizə deyir ki, bunları uyğunlaşdırın, yəni hansından böyükdür və yaxud da kiçikdir, bunu tapın. Fikir verirsiniz, B böyükdür A-dan, A da böyükdür, belə deyək, C-dən. Bu varianta uyğun hansı variant var? Burada görürsünüz, elə C variantı, 19-da C variantı elə bizim düzgün variant olacaq. Yəni, bu belə hesablanır burada. Yəni, təmin olunma bərabərdir, ehtiyat bölünsün hasilata. 20-ci suala baxaq. 20-ci sualda deyir ki, xəritə sxemdə filiz və yanar faydalı qazıntıların geniş yayıldığı ərazilər. Biz burada bunu müəyyən etməliyik ümumiyyətlə. Deməli, burada baxaq, Qərbi Avstraliya 1-dir. Burada filiz faydalı qazıntılar üstünlük təşkil edir. Yəni, bunu biz belə götürəcəyik. Sonra əsasən qədim yaylalarda filiz faydalı qazıntılar üstünlük təşkil edir. Bunu yadınızda saxlayın. Braziliyada məsələn filizi götürəcəyik. Sonra Hindistanda filiz faydalı qazıntıları götürəcəyik. Məsələn, bunlar filiz faydalı qazıntılarla zəngindir. Fikir verin, məsələn 1, 4, 5 elə burada var. Sonra yanar faydalı qazıntılara baxaq. Sibir bölgəsi, Şimali Afrikanı, bir də ki, Meksika körfəzi ətrafı əraziləri götürəcəyik. Burada düzgün cavab variantımız elə B variantıdır. Ovalıqlar da, yəni hamar səthi formalarında çökmə qatlarının zəngin olduğu ərazilərdə belə deyək, yanar. Qədim dağlıq maqmatik suxurların üstünlüyü təşkil edir. Qədim dağlıq ərazilərdə isə filiz faydalı qazıntıları biz götürəcəyik. 21-ci suala baxaq. 21-ci sualda nə deyir? Xəritə sxemdə və cədvələ əsasən doğru bəndləri müəyyən edin. Yəni burada hansılar doğrudursa, bunları müəyyən edin. 2-3 yazıb, 2-3 buxarlanmanın miqdarı böyükdür. Xeyr, buxarlanma qabiliyyəti desəydi, mümkün buxarlanma desəydi götürmək olardı. Buxarlanma yağıntı deməkdir. Yağıntı da burada belə çox deyil. Yəni bu bir səhvdir ümumiyyətlə. Yəni doğru variant deyil. 2-yə baxaq. 2-də görək nədir? 2-də deyir ki, mevzu yaşlı suxurlar yayılıb. 1-4. Bəli, hündür dağlıq, Böyük Qafqazda hündür dağlıq, Kiçik Qafqazda orta dağlıq və hündür dağlıqlarda, Böyük Qafqazda da təbii ki, yüksək və orta dağlıqlarda Mezozon, Yura və Təbaşir dövrləri yayılıb. Bu doğrudur. Sonra 3-ə baxaq. 4-5 rütbətlənmə əmsalı 1-dən böyükdür. 4-5-ə baxaq. 5 bəli, yağıntılar çoxdur. 4 də hündür ərazilərdə yağıntıların çox olduğu ərazilər hesab olunur. Bu da doğru fikirdir. Yəni burada bunu 2-ni və 3-ü götürürük. Sonra elə burada bir dənə E variantımız qaldı. 5-ə baxaq. 2-6. Üzvü mənşəlli faydalı qazıntılara rast gəlinir. 2, bir də 2, 6. Bəli, düzənlik ərazilərdə, çökmə qatının qalın olduğu ərazilərdə yerləşdiyindən burada üzvü mənşəli faydalı qazıntılara rast gəlinir. Yəni nefti, qazda və s. Burada düzgün cavab variantımız E variantıdır. Sonra
22-ci suala baxaq. Deyir ki, eyni miqdarda enerji əldə etmək üçün verilən yanacaq növlərinin hansının kütləsi müvafiq olaraq daha az və daha çoxdur? Biz bunu bilməliyik ki, ümumiyyətlə ən çox yanacaq enerji verən yanacaq növü, yəni hansıdır? Təbii ki, bu neftdir. 1,5 əmsalnan bax bu elə neft götürüləcək və daha çox olacaq. Yox, deyir müvafiq olaraq daha az və daha çox olacaq. Deyir eyni miqdarda enerji əldə etmək üçün verilən yanacaq növlərinin hansı kütləsi müvafiq az olmalıdır ki, yəni hansı yanacaq növü çox verirsə enerji, ondan az istifadə edirsən də, məsələn, istədiyin belə deyək, enerjini almaq üçün. Ona görə neftdə enerji çox olduğu üçün neftdən az götürəcəksən. Ancaq məsələn, burada yanlış isə bu istilik vermə qabiliyyəti zəif olduğu üçün ondan çox götürəcəksən ki, yəni eyni miqdarda enerji əldə edəsən. Ona görə burada elə 1-ə 4, 2-yə isə elə 3 olacaq. Burada elə düzgün cavab variantımız 22-də A variantı olacaq. Bax belə. 23-cü suala baxaq. 23-cü sualda deyir ki, ölkənin müdaxilə məhsulunun dəyəri 360 milyard ABŞ dollarıdır. Ümumilli məhsulun dəyəri isə 300 milyard ABŞ dollarıdır. Ölkədə indi bunu belə hesablayaq. Deməli, ölkənin ümumi daxili məhsulu bax belə bir formada yazacağıq. Bu ümumi daxili məhsuldur. Bu bursu isə ümumi milli məhsuldur. İndi burada deyir ki, ümumi daxili məhsulun miqdarı 360 milyard dollardır. Bax 360 milyard budur, 300 milyard da budur. İndi ölkə şirkətlərinin xaricdə yaratdığı dəyər ümummillinin 15%-dir. Yəni ölkənin şirkəti xaricdə olan. Yəni bax burada yerli şirkət olmalıdır. Bu yerlidir, bu xarici şirkətdir. Bir də ölkənin xaricdə olan yerli şirkətidir. Bunu belə yazaq, xaricdə olan yerli şirkət. İndi bu xaricdə olan yerli şirkət 15%-dir. Nəyin? Ümumunun, yəni ümumdaxili məhsulun, ümumilli məhsulun 15%-ni tapacağıq. Bu da eləyəcək 45 milyard dollar. 45 milyard dollar deməli olub ölkənin xaricdə olan şirkətləri. Deməli 300 milyard dollardan 45 milyard dollar çıxanda nə qədər qalır? Deməli qalır 255 milyard dollar. Yəni 255 milyard dollar da yerli şirkətdir. Bu ümumilikdə eləyir 300 milyard dollar ümumilli məhsul. İndi fikir verin. Burada da yerlidir, burada da yerlidir. Ümumdaxildə də bu olur avtomatik 255 milyard dollar. İndi yaxşı, xarici şirkət nə qədər olacaq? Xarici şirkət tapanda da nə edirsən? 360 milyard dollardan çıxırsan 255 milyard dollar, yəni 360 milyard dollar çıxsın 255 milyard dollar. O da eləyir 5 milyard dollar. Deməli, xarici şirkətin payı 105 milyard dollardır. Bir də bunu izah edirəm. Deməli, ümumdaxili məhsul 360 milyard, ümummilli məhsul 300 milyard. Deyir ki, ölkənin xaricdə olan şirkəti, yerli şirkəti, yəni xaricdə olan yerli şirkət 15%-dir ümumunun, yəni ümummilli məhsulun. Bunu tapdıq elədi 45 milyard. 300 milyarddan 45 milyard çıxan oldu 255 milyard. Deməli, yerli şirkətlərimiz 255 milyard qazanıb. Bu da olur 255 milyard. Avtomatik görürsünüz, çünki 2 dənə yerlidir. Bunların kəmiyyəti bərabərdir. Sonra ümumdaxili məhsul 360 milyarddır. Yerlimiz 255 isə xarici şirkət Azərbaycanda və yaxud da ki, ölkədə olan dəyəri olacaq 105 milyard dollar. Burada düzgün cavab variantı olacaq 105 milyard dollar. 105 milyard. Sonra növbəti suala baxaq. Növbəti sualda deyir ki, bunu siləcəm bu həmin hissəni. Deyir ki, xəritə sxemdə doğru olmayanı seçin. Doğru olmayan fikirləri seçin. Baxaq, burada yenə biraz yaxşı düşünməyib. Burada A, B, C, D, E, F nöqtələri verilir. İndi buraya doğru olmayan fikri biz neynəməliyik, tapmalıyıq. 1. A. Məhsuldar qara torpaqları var. Bəli, Qazaxıstan ərazisində bu doğrudur. Bu doğru olmayanları deyir bizə tapın. 2-yə baxaq. 2-də deyir B. Boksit ehtiyatı çoxdur. Xeyr. Boksit ehtiyatı Yaponiyada ümumiyyətlə ehtiyat baxımından çox kasıbdır. Ona görə bu boksit ehtiyatı yoxdur ümumiyyətlə Yaponiyada. Bu səhvdir. Yəni bunu götürəcəyik. Sonra transsərhəd su ehtiyatı asılılığı çoxdur. C-yə baxaq. Bəli, Misir buna aid edilə bilər. Bu doğrudur. Yəni biz doğru olmayanı götürməliyik. Sonra D.
Su və meşə ehtiyatlarıyla zəngindir. Bəli, bu da doğrudur. Norveç, İsveç, Finlandiya kimi ölkələr su və meşə ehtiyatlarıyla zəngindir. Bu doğrudur. Aqroiqlim ehtiyatı ilə zəngindir. 5E. Xeyr, aqroiqlim ehtiyatı əsasən ekvator boyu ərazilərdə, tropik işıqlanma quşaqlarında daha çoxdur. Qütb ətrafında isə zəifdir, zəngin deyil. Bu da 5-lər doğrudur. Daş kömür ixrac edir. 6F daş kömür ixrac edir. Bu da səhv fikirdir, yəni doğru olmayan fikirdir. Daş kömür ixrac etmir. Dəmir, boksit kimi belə deyək də flis faydalı qazıntılar ixrac edir Braziliya. Burada düzgün cavab variantımız oldu 2, 5, bir də ki 6. 25-ci suala baxaq. Mineral resursların tükənməsi insanların hansı tədbirlər görməyə istiqamətləndirir? Yəni bu ehtiyatların tükənməsi, yox olması hansı tədbirlər görməyə səbəb olur? Hansı işlər görmək olar? Ümumiyyətlə, tullantıların təkrar olmalı, bəli, bu olar. Süni ümumiyyətlə materiallardan istehsalı, bəli, belə deyək, faydalı qazıntıların çox çıxarılmasının qarşısını almaq üçün süni alternativ, belə deyək, materiallar da istehsal etmək olar. Yəni, onlardan da istifadə etmək olar. Emal müəssisələrinin sayını azaltmaq. Xeyr, bu çözüm deyil təbii ki. Xammal kompleks istifadə etmək. Bəli, xammalı itki olmadan kompleks şəkildə düzgün dəyərləndirərək istifadə etmək olar. Xammal ixrac və idxalını dayandırmaq. Xeyr, o da iqtisadiyyat çökər, ümumiyyətlə lazım olmaz. Yəni, bu düzgün olmaz. Burada 1, 2, 4, 25-də düzgün cavab variantımız olacaq. 26-cı suala baxaq. 26-cı sualda deyir ki, xəritədə qeyd edilmiş ölkələrin təbii şərait və təbii ehtiyat ümumi olan, yəni ümumi, bu da Qazaxıstandır, Türkiyədir, Azərbaycandır, 1, 2, 3 bunlardır da, bunlar haqqında deyir, ümumi əlaməti biz müəyyən etməliyik. 26-da. Ərazi əsasən subtropik iqlim qurşağında yerləşir. Azərbaycanla Türkiyə subtropikdə yerləşir, Qazaxıstan isə subtropikdə yerləşmir. Yəni bu ümumi əlamət deyil bunlarda. 2. Əlvan metal filizləri ehtiyatları ilə malikdir. Bəli. Bu əlvan metal filizi respublikamızda da, Türkiyədə də və Qazaxıstanda da var. Yəni bu doğrudur. Sonra baxaq. Deyir ki, daxili axarsı hövzəyə aid çaylar var. Bəli. Türkiyənin də, Azərbaycanın da, Qazaxıstanın da daxili axarsı hövzəyə aid, yəni Xəzər dənizinə aid olan çayları var. Bu da doğrudur. Üzvü mənşəli faydalı qazıntılarla zəif təmin olunub. Xeyr, bu səhv fikirdir. Üzvü mənşəli faydalı qazıntılar var. Azərbaycanda neft ehtiyatları daha çoxdur. Relyefdən cavan dağlar və yaylalar üstünlük təşkil edir. Bəli, cavan dağlar da var. Belə deyək, yaylalar və düzənliklər də bu ərazilərdə üstünlük təşkil edir. Burada düzgün cavab variantımız olacaq. Elə 2, 3 düzgün cavab variantımızdır. Sonra 27-ci sualda qeyd edir ki, neft ixrac edən yeni sənaye ölkələri qruplaşdıraq. Yəni 1-ə və 2-yə aid olan ölkələri biz burada qruplaşdırmalıyıq. Deməli, fikir verək, burada Malaziya yeni sənaye ölkələridir. Yəni bunu qeyd edeyim, bu yeni sənaye aid olan ölkədir. Bəhreyn neft ixrac edən ölkələr birliyinə daxildir. Sonra Omandır, neft ixrac edən ölkələrdəndir. Sonra burada Türkiyədir. Haiti bunun heç birindən nə neft ixrac edir, nə yeni sənaye ölkəsidir. Türkiyə isə yeni sənaye ölkəsinə aid olan bir ərazidir. Yəni burada olacaq 1-ə B, C, yəni Bəhreyn, Oman, yeni neft ixrac edən ölkələr. 2-yə olacaq yeni sənaye ölkələri, Malaziya və Türkiyə bura daxildir. Sonra situasiya tipli test tapşırıqlarına biz baxaq. Burada nədən söhbət gedir, bunları ümumiyyətlə müəyyən edək. Deyir ki, Qərbi Avropada antropoloji mənşəli düzənliklərlə məşğul olan ölkə həmçinin yanar faydalı qazıntılarla zəngindir. Həmsərhəd olduğu dövlətlər idarə etmə formasına görə oxşar və fərqli xüsusiyyətlərə malikdir. Deyir ki, Qərbi Avropa antropoloji mənşəli düzənliklər. Daha çox insanların düzəltdiyi, daha çox mənə xatırladır, polderlərdir, antropoloji mənşəli düzənliklər. Bu da ən çox Niderlandda yerləşir. İndi burada nə deyir? Deyir, mətndə verilmiş ölkə var. Burada antropoloji mənşəli düzənlik yaradılması səbəbi. Burada belə qeyd edə bilərsiniz ki, məsələn, Niderland olacaq. 100% Niderlanddır. Niderland. Bunun səbəbi nədir? Çünki Orta Avropanın belə deyək də Niderlandın Atlantik okean sahilləri də, yəni Şimal dənizində
əyilmə baş verir. Buna görə də ərazilər su basır. Nəticədə də su basmaların qarşısını almaq üçün müəyyən belə deyək bəndlər və yaxud da ki, belə deyək dənizləri qurudaraq antropogen mənşəli, yəni polderlər adlandırılan bir düzənliklərdən istifadə edirlər. Onun da səbəbi odur ki, həmin ərazinin əyilmə zonasına düşməsidir, platformanın əyilmə zonasına və enmələr baş verir, ərazini su basır. Sonra 29-cu suala baxaq. Deyir, verilmiş ölkə ilə həmsərhəd olan ölkələr. Niderlandla həmsərhəd olan ölkələrdən biri Belçikadır. Belçika. Digəri isə Almaniyadır. Almaniya. İndi deyir, bunların idarə etmə forması da inzibati bölgüsünü biz qeyd edəcəyik. Belçika monarxdır. Monarxiya. Almaniya isə respublikadır. Bəs inzibati ərazi bölgüsünə görə nə olacaq? Almaniyada, Belçikada təbii ki, Avropanın federativ ölkələridir. Federal ölkələridir. Bax, bunlardır. Yəni, Niderlandla Belçika, Almaniya sərhəddir. Belçika monarxdır, federativdir. Almaniya respublikadır, federativdir. 30-cu suala baxaq. Deyir ki, mətndə əsasən ölkənin ehtiyatları çox olan faydalı qazıntı. Yəni, bu ölkədə olan Niderlandda daha çox, belə deyək də, hansı faydalı qazıntıdır? Təbii qazdır. Təbii qaz burada üstünlük təşkil edir. Təbii qaz ehtiyatı. Bir də ki, hasilat apardığı su hövzəsi Şimal dənizindən. Təbii ki, Şimal dənizindən çıxarılır. Şimal dənizi çıxarılır. Bax, bu oldu 30-cu sualın cavabı. Yəni ki, hansı ehtiyatdır? Təbii qaz hardan çıxarılır? Şimal dənizindən. Niderland bundan istifadə edir. Deməli, dəyərli dostlar, bu videoda bu qədər. Videolarımın daha çox gəlməsini istəyirsinizsə, kanalıma abunə olub, videoları bəyənməyi, paylaşmağı unutmayın. Sağ olun, salamat qalın.